Salam xanımlar, kanalıma xoş gəlmisiniz. Bugün tort hazırlayacağım və qərarı aldım ki, bişirmişkən sizinlə də bölüşüm. Əslində bugün bizdə oğlumun ad günüdür. Allah bütün balaları saxlasın. Çalışacağım ki, çox uzun video olmasın. Elə isə keçək tortun hazırlanmasına. Biskvit xəmiri üçün 6-7 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan un, 1 paket vanilin, 1 paket qabartma tozu istifadə edəcəm. Mən bu prosesi 2 dəfə artıq hazırladım ki, tortum hündür, 4 mərtəbəli alınsın. Mən listin içərisinə bişirmə kağızı saldım. Çəmbəri istədiyim ölçüdə listin içərisinə qoydum. Kənarlarına və içərisinə yağ sürtdüm. Xəmiri qabın içərisinə töküb 170 dərəcə istilikdə peçə qoydum. 15-20 dəqiqə ərzində bişdi. Nəticədə hündür, yumşaq biskvit alındı. Mən hər biskvitin arasını 2 yerə böldüm və qaymaqlı kremdən istifadə etdim. Sonra isə zövqümə uyğun bəzədim. Kremni isə açıqlamada qeyd etmişəm. Nəticədə gözəl, ləzzətli tort alındı. Videomu bəyəndinizsə, bəyən düyməsini basıb kanalıma abunə olmağı, bildirişləri açmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun.